Tənəffüs sisteminin öyrənilməsinə giriş qapısı olan burunla başlayacağıq. Burun mükəmməl bir kondisioner kimi işləyərək nəfəs aldığımız havanı ağciyərlər üçün əlverişli vəziyyətə gətirir. Nəmləndirir, isidir, içəri keçən tozu, mikrobları, bakteriyaları tutub saxlayır. Burunun daxili quruluşu elə yaradılıb ki, daxil olan havanı sirkulyasiya dairəsi daxilində fırlanmağa məcbur edir. Bunun sayəsində hava istiləşir və burunun silikli qişasının köməyi ilə həm də nəmlənir. Eyni zamanda burnumuzun daxilində çoxlu sayda xırda tükçüklər var. Bunlar nəfəs aldığımız hava ilə içəri daxil olan mikrobları və xırda toz hissəciklərini tutub saxlayırlar. Ancaq hər hansı zərərli maddə bu bariyeri keçə bilərsə, o zaman ikinci bir müdafiə xətti ilə görüşəcək. Bu, burunun silikli qişasıdır. Yuxarı tənəffüs yollarının və nəfəs borusunun silikli qişası bura qədər gəlib çata bilən zərərli maddələri özünə yapışdıraraq daha irəli, yəni ağciyərə tərəf getməsini əngəlləyir. Burada silikli qişa tərəfindən saxlanılan yad maddələrin bir müddət sonra tənəffüs yollarında yığılmaması üçün orqanizmdən kənarlaşdırılmalıdır. Buna görə də bədənimizdə başqa bir təhlükəsizlik mexanizmi hərəkətə gəlir. Burada silikli qişanın altında kirpikçiklər yerləşdirilib. Onlar sadiq bir köməkçi kimi hər hansı bir yad maddə silikli qişanın üzərinə düşər-düşməz hərəkətə başlayırlar. Zərərli maddəni udlağa doğru itələyirlər. Bu maddə udlağa çatanda udma refleksi əmələ gəlir və biz onu uduruq. Bunun nəticəsində həmin zərərli maddə mədəyə düşür və buradakı turş mühit tərəfindən əridilir. Udlağa tərəf itələnən zərərli maddə bura çatdıqda başqa bir qoruyucu mexanizm, öskürək refleksi əmələ gəlir. Biz qəfildən boğazımızda qıcıqlanma hiss edirik və özümüzdən asılı olmadan öskürürük. Bunun əslində tənəffüs sistemimizi qorumaq üçün etdiyimiz təhlükəsizlik tədbiri olduğunu bilmədən edirik. Gəlin, burada bir məsələyə diqqət edək. Nəfəs borusunda yerləşən kirpikçiklər yad cismi yuxarıya doğru, burundakı tükçüklər isə əksinə aşağıya doğru itələyirlər. Ağlı və beyni olmayan bu tükçüklər hər iki istiqamətdən zərərli maddəni məhz udlağa doğru itələyirlər ki, buradan öskürməklə və ya udmaqla xaric oluna bilsin. Maraqlıdır. Onlar udlağın hansı tərəfdə yerləşdiyini necə təyin edirlər? Gəlin, bu tükçüklərin quruluşuna nəzər salaq. Mikroskop altında baxanda bu tükçüklər sadə bir saç tükünə bənzəyir. Amma əslində isə onlar çox mürəkkəb və möcüzəvi quruluşa malikdirlər. Tükçük 9 ayrı zülal zəncirindən ibarətdir. İçərisində bu silindrik formada olan zülalları hərəkətə gətirə bilən motor yerləşdirilib. Alimlər hələ də izah edə bilmirlər ki, hansı qüvvə bu möcüzəvi mexanizmi işə salır.